Hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Maşallah olsun, Allah xeyir versin, xeyirli uğurlu olsun. Yeni layihəmizə başlayırıq. Hal-hazırda bugün biz təməl atacağıq. Evin yerin, necə deyərlər, fundamenti atılacaq bu dəqiqə. Maşallah, Allah xeyir versin, bir daha söyləyirəm. Beton maşını gəlib, yer haqqında sizə məlumat verin. Biz hal-hazırda hardayıq, harda yeni bir yer almışıq, orada 2 mərtəbəli ev tikiləcək. Elvinə deyəcəm, bütün dizayner, layihə işləri, şəkillər, bölgülər hamısı atılacaq, siz görəcəksiniz. Biz burada 15 sot torpaq almışıq. Bu 15 sot torpağın 6 sotunda 2 mərtəbəli ev tikəcəyik. İndi keçəcək, harada tikiləcək, onu deyim. Ondan əlavə olaraq deyim ki, burada 2 dənə torpaq, 4 sot çıxıb satışa. Əgər kimlərə maraqlı olsa bizim yanımızda torpaq alıb ev tikmək, yaşamaq və yaxud da satmaq üçün mənlə əlaqə saxlayın, gəlin bu yerə baxın. Çox gözəl bir yerdədir. Hansı ki yeni açılmış Nəlbəki restoranının qarşısı, Rahat marketin arxası 650 metr məsafə var. 650 metr məsafə var. Baxın, mərkəzi Mərdəkan Şuvalan yolundan. Şuvalan Buzovna şosesindən 650 metrlik məsafədə. Gözəl bir yerdədir. Bir daha söyləyirəm, kim bizə qonşu olmaq istəyirsə 2 dənə yerimiz var. 4 sot. İndi sizə göstərəcəm. Bölgü sxemində Elvin atacaq, ona da baxa bilərsiniz. Keçək indi həyətə. Düz baxın, buradan yol olacaq. Buradan bu tərəfə 5 metr yol buraxılacaq inşallah. Bir qapı, hansı ki mən bayaq dayanmışdım, o qapı, ondan əlavə olaraq ikinci qapı isə orada olacaq. 4 sotun biri düşür buradan düz üzü o tərəfə, öbürsü 4 sot, ikinci 4 sot isə düz düşür bu evin tam mərkəzi və yaxud da o tərəfinə düşür. İndi mən bizim torpağımız hardan başlayır onu sizlərə göstərəcəm. Əziz izləyicilərimiz, bir daha söyləyirəm, kimlər bizə qonşu olmaq istəyir, gəlib bu torpaqdan birini alar və yaxud da ikisini alar, başlayar tikməyə bizi ilə bərabər. Burada qəşəng bir də yolumuz davam edəcək. Bu yol demək olar ki, bir bizim həyətə, bir də ki bu qonşuya aid olacaq. Düppədüz asfalt, gözəl bir yol. İndi isə keçirik biz, hansı ki bu dəqiqə beton tökülür təmələ, onu da sizə göstərim. Bura söküləcək, əlbəttə ki, yola düşür. Bu. Buradan birbaşa təmizlənir. Ev də söküləcək, əlbəttə ki, ikinci 4 sotun içərisinə düşür ev. Çünki bizim yerimiz, bax, buradan, bax, buradan bu tərəfə 6 sot bizim yerimiz olacaq. Ümumi girişdə qaraj, maşın qarajı, sağ tərəfdə burada yay, qış mətbəxi, plana uyğun olaraq işləniləcək. Memar dizayner işləyib, hazırdır hər bir şey. Sonra tam burada da, mərkəzdə də söhbətgahla, yay-qış mətbəxi ilə evin qarşısında hovuzumuz yerləşəcək. Hasarlarımız maşallah qonşular tərəfindən hamısı hazırdır. Bunlar qəşəng təmir olunacaq. Həyətə demək olar ki, heç kim baxmır, heç bir qonşu baxmır. Beton gəldi. Allah xeyir versin, xeyirli olsun. Uğurlu olsun inşallah. Deməli, 2 mərtəbə, 5 otaq. Modern. Amma tam modern olmayacaq da, necə deyərlər, neoklassik. Süleyman demişkən, neoklassik, gözəl bir evimiz çıxacaq. Allah izin versin inşallah, salamatçılıq olsun. Bunu da xeyirlisi ilə tikək, təmir eləyək, müştərilərimizə təhvil verər. Bax. Hə. Gəl, Elvin. Betonu çəkə biləcəksən, yoxsa görünür də onsa. Süleyman, bura neçə qazmışsan, maşallah. Burada sən göydələn tikəsən inşallah. Armatur harandı, neçəliydi? Bakü stil 18'lik. Xeyirli olsun. Ayaz neçə otaq olacaq inşallah bu? Otaq sayı. 5 otaq. 5 otaq. Xeyirli olsun. Allah xeyir versin inşallah. Ustalar yorulmayasınız. Eliniz kolunuz var olsun.
Allah Teala bizə qismət eləsin, bu evi də tikək, təmir eləyək, öz sahibinə təhvil verək.